Kətan parça yay üçün ən əla parçalardan biridir. Xəbəriniz olsun ki, 12-ci əsrdə dünyada ən yaxşı kətan istehsalı biri də Azərbaycanda idi. Yəni Azərbaycan kətanı bütün dünyada qiymətləndirilirdi, dəyərləndirilirdi. Kətan kostyum yay üçün ən gözəl seçimdir. Bu kostyumla hətta ziyafətlərə, toylara, hətta ofisə getmək olar. Kətan nəm uduşu yaxşıdır, hava keçirməsi çox yüksəkdir, yay vaxtı əladır, amma qırışır. Bu qırışma da onun özəlliyidir, xüsusiyyətidir və bu bir tərs yaradır və insanın kətan kostyumda olduğu haqqında, yəni təbii materialdan, parçadan olan kostyum haqqında xəbər verir. Xüsusi tikilmiş kostyumun da özəlliyi və üstünlüyü odur ki, bədənə uyğun olur. Yəni ki, qolları yetərli qədər uzun olur, qısa olur. Yəni bu tam olaraq çiyinlər, bel hamısı oturur və bu kostyum cibləri üstdədir. Çünki yay vaxtı və nazik materialda bu daha məqsədə uyğundur. Hətta bunun şalvarı da xüsusi olaraq kəmərsizdir. Yəni ki, tam olaraq belə uyğundur. Görürsünüz, burada daha enlidir. Yan tənzimləyicilər var. Onlarla şalvarı yetərli qədər ayarlaya bilərsiniz. Yay zamanı kostyumun dar olması lazım deyil. Çünki bədən nəfəs almalıdır. Ona görə biraz geniş olması daha yaxşı olardı. Və düz formada, düz kəsimdə, düz biçimdə olsa daha yaxşıdır. Aşağıda da gördüyünüz kimi manjetlər var. Manjetlər də şalvarın aşağı hissəsini biraz ağırlaşdıraraq bir çəkidir. Onun düz dayanmasına xidmət eləyir. Biraz əlbəttə ki, ayaqqabıdan qısadır. 1 sm deyəlim ki, corablar görsənir. Bu da normal haldır. Bu İtalyan tərs kostyumdur. Yaz yay ayları üçün kostyum astarsız olur. Bu da onu sərin saxlamaq üçün lazımdır. Ona görə kostyumu sifariş vermək ən yaxşı çıxış yoludur.